Qarabağ niyə boş saxlanılıb? Niyə ora Qarabağlılar viza ilə gedir? Çünki İlham Əliyev Qarabağı Erməniyə verəcək. Qarabağ ətrafını Erməniyə verəcək. Niyə Dədə Baba torpağı bir adamın özünə qaytarılmayıbdı? Dədə Baba torpağı 36-70 sotdan başlayırdı o vaxtı. Niyə qaytarılmayıb? Çünki ora millət axın eləsə, Dədə Baba torpağında olsa hər özünə evdə tikəcək. Amma o Dədə Baba torpağını əldən verməyəcək. Tutunacaq torpağa, torpaqdan güc alacaq. Amma bugün bir rayonu bir qəsəbəyə doldurur, 15 kəndi bir qəsəbəyə doldurur. Hala qəsəbədə də cəmaət bir-birinin arvadına girəndə belə evi dəyişik salır. Nömrəli necə olmasa o evləri. Qəsəbədə tüh elə Bakı buradan yaxşı idi yallah. Ona görə İlham Əliyevsin Dədə Baba torpağını qaytarmır. Bildinizmi? Ona görə Qarabağları portaldan göndərir. Bildinizmi? Sadəcə üzərindən də pul yiyir. Bildinizmi? Bəli. Bu Qarabağların Qarabağ ətrafı olsun fərq eləmir. 90% yox 90% desəm qələt eləyərəm. 100%. Bunlara ev lazım deyil. Bunlara Dədə Baba torpağı lazımdır. Sputnik var. Ay oğraş İlham Əliyev. Sputnik var. Var. Reysler xidmətim var. Var. Tökürsən bütün rayonların reysler xidmətini. Hamısında var. Otururlar Sputnikdən. Bax, nöqtəsinə qədər. Bax, künçlərini qoyurlar. Künçlər. Bax, bu künçlər, bu torpaq sənindir. Bir cəmaatın torpağını paylayın. Cəmaata lazım deyil o. Pul yiyirsiniz, nə bilim, yalandan, falandan. O lazımsız. 5 gündən sonra uçulacaq evlər tikirsiniz. Siz sadəcə Qarabağ Erməniyə vermək istəyirsiniz.